Əziz villa axtarışında olanlar, mikrorayonda Heydər evi məscidinin yanında, arxasında demək olar ki, gözəl villamız, qardaşım çək oranı. Gözəl villamız satışa çıxıb 12 sotun içində şəxsi yaşayış üçün nəzərdə tutulub. Buyur zəhmət olmasa gəl gedək evin içində çəkək görsədək. Mənzilimizin 2 əsas giriş qapısı var. Zəhmət olmasa həyəti də çək. İndi isə evlə sizi tanış eləyək. Mənzilimizin 2 zalı var. Buranı demək olar ki, idman zalı kimi nəzərdə tutulub. Buranı da çək. Burada bu zalın sanuzelidir. Bura evin həm girişidir və əsas da böyük zal buradır. Bir dənə zəhmət olmasa ümumən götür. Birinci mərtəbədə yataq otağımız var. Bir dənə oranı zəhmət olmasa götür. Və bir dənə sanuzelimiz var və bir dənə də kuknamız var. Götür bana qardaşım, zəhmət olmasa. Əlavə də çamaşırxanamı deyim, kim nə istəsə özü məqsəd bilgin eləyər. Gəlin ikinci mərtəbə ilə sizi tanış eləyək. Bir də onu deyim ki, gözəl mərmərdən işlənmə pilləkənimiz var. İkinci mərtəbədə 5 otağımız var. Baxın, gəl zəhmət olmasa. Ən maraqlısı buradır. Elə bir ki, buranı tikən bunu fikirləşib ki, evin ağsaqqalı ağı bir çay. Buranı spalnic, onlar üçün spalnic nəzərdə tutub və buranı da dincəlmək üçün. Sizə onu da çatdırım ki, təmir üçün bütün materiallar alınıb, yəni təmir elətdirəndə hamısı var. Burada bizim bir otağımız, yataq otağımız. Gəl buranı çək zəhmət olmasa. Burada da otaq kimi ya da dincəlmək üçün səhər durdun, bir kofe içdin, getdin işə. Burada bizim sanuzelimiz. Burada zəhmət olmasa. Buradan da bizim otağımız var. Qaydrop kimi də istifadə oluna bilər. Bir dənə də terasa çıxışımız var. Düzdür, təmir olunub deyə çıxa bilmirik. Ötəri bir dənə çək zəhmət olmasa. Mənzilimizin 3-cü mərtəbəsində çəkirik, ümumi zalı sizə göstərək. Belə bir terasımız var. Balkona çıxışı da var. Bir dənə sanuzeli var. Və bir dənə də otağımız var burada. Ondan da çək zəhmət olmasa. Mənzərə ilə də tanış eləyək müştərilərimizi. Baxsınlar. Digər tərəfdən də Heydər məscidimizin görünüşünü sizə göstərək. Maşallah olsun.